Neyropsixologiya deyir ki, beyin görüntülərlə çalışır, vizual obrazlarla. Yəni bir şey biz yazanda, onun şəklini görəndə şüuraltı onu real hədəf olaraq qəbul edir və fokus avtomatik olaraq ora yönlənir. Və çox önəmlisi, sən hansı frekansdasansa, ona uyğun şəkilləri və obrazları görməyə və həyatına çəkməyə başlayırsan. Buna görə də arzu xəritəsi, vision board və ya xəyal panosu beyinlə kainatın eyni anda işləmə nöqtəsidir. Niyyətinizin formaya düşməsi, şuuraltınızın kodlanması, enerji axınının aktivləşməsi üçün arzu xəritəsi çox önəmlidir. 20 dekabr canlı yayımda birlikdə gələn il 2026-cı il üçün arzu xəritəsini hazırlayacağıq. Birinci, köhnə frekansları göndərəcəyik ki, yenilərə yer aça bilək və birlikdə arzu xəritəmizi, planlarımızı 2026-cı ildə hansı hədəflərimiz var, bir yerdə hər birini yazacağıq və bunları aktivləşdirəcəyik. Əgər sən də qoşulmaq istəyirsənsə, şərhlərə sadəcə 2026 sözünü yazmağın yetərlidir.